Yəni bu günlərin xüsusiyyəti və fəzilətlərindən biri də budur ki, Allah Teala onları ucaldaraq and içib bu günlərə. Bu da onların dəyərini və məqamının yüksəkliyinə işarədir. Yəni Allah Teala bir şeyə Quran-ı Kərimdə and içibsə, deməli burada əzəmətli bir məsələ var. Buyurur, and olsun dan yerinə və 10 gecəyə və tək və cütə Fəcr surəsində. İbn Abbasdan gəlir rivayəti buyurur ki, burada 10 nə gedir? Zilhiccə ayının ilk 10 günü. Düşünün. Yəni Uca Allah Quran-ı Kərimdə yalnız çox böyük və dəyərli şeylər and içər. Əgər Allah bir şey and içibsə, bunun üstün, şərəfli, əhəmiyyətli olduğunu göstərir. Zilhiccə ayının ilk 10 günü and içməsi də bu günləri Allah qatında nə qədər dəyərli olduğunu göstərir. Allah istədiyi yaradar və istədiyi şeyə üstünlük verək buyurur Qəsəs surəsində. Yəni, bu da bizə bildirir ki, bu günlərdə edilən ibadətlər, namaz, oruc, dua, zikir, sədəqə, salih əməllər digərlərindən daha qiymətlidir. Ona görə bu fürsəti insan nə etməlidir? Dəyərləndirməlidir. Yəni, bu günlər başqa bir fəzilətdəki salih əməllər, baxın, Allah dərgahında daha üstündür, Allaha yaxınlaşmaq üçün və duaların qəbulu üçün. Baxın, nə deyir Peyğəmbərimiz? Zilhiccənin ilk 10 günündən daha fəzilətli elə bir gün yoxdur. Bu günlərdə görülən salih əməllər Allah dərgahında ən sevimli əməllərdir. Baxın, ən sevimli əməllər. Başqa rivayətdə gəlir ən əzəmətli əməllər. Başqa rivayətdə gəlir ən fəzilətli, ən üstün əməllər bu Zilhiccə ayının ilk 10 günündə edilən əməllərdir. Baxın. Sahabilər deyir, ey Allah Rasulü, Allah yolunda vuruşmaqdan da xeyirlidir. Dedi, bəli, Allah yolunda vuruşmaqdan da üstündür deyir. Bu Zilhiccənin ilk 10 günündə edilən əməllər. Yəni açıq-aşkar.